Tamam Ayxan, rekordu başlattım. Ayxan səs atıb ki, mənim rekordu açsam mən qoşulamayacağım. Tamam uşaqlar, yaşkən başlayaq. Düz gelmişdim ya. Deməli, evə nə vermişdim? Təkrar kontestini, düzdür? Təkrar kontestinə növbəti 8-dən daha vermişdim. Və ciddi şəkildə tapşırmışdım ki, yaza bilmədiyinizi AI-dən köçürməyin. Gəlin, deyin, dərsdə bir-bir izah edək. Deməli, burada maraqlı suallar var. Onsuz da onlara baxacağıq. Qəşəng suallar var burada, əlbəttə ki. Bunlara bir baxacağıq onsuz da. Şöyle, sadəcə belə də, bunlara başlamamışdan qabaq, mən sizə demək istədiyim bir dənə sual var. Gəlin, birinci ona baxaq. Sonra davam edib gedərik. Bu deyil. Samaq səqmət. Birinci gəlin bir dənə tez bu suala baxaq. Bayaq baxırdıq. Belə də, bu bilməli olduğunuz həqiqətən çox önəmli mövzudur. Yəni, homeworklərimizdən belə bu dəqiqə daha önəmlidir. Deməli, uşaqlar, hamıdan çox xahiş edirəm, baxın, çox önəmli mövzudur. Yəni, həqiqətən, gələcək dərslərimiz üçün belə çox önəmli olacaq. Ona görə bacardıq qədər fikrinizi verməyinizi istəyirəm. Nə də sualınız oldu, həmin an soruşun ki, çox da qaranlıq nəsə qalmasın. Gəlin, birinci başlayaq sualın şərtindən. Sualın şərti sadədir. Nə istəyir bizdən? Deyir ki, baxın, bir dənə massiv var. Gəlin, hətta bunu indi buraya yapışdıracağım. Daha aydın görək. Okay. Baxın, nə istəyir bizdən? Deyir, bir dənə massiv var. Yəni, bu şəkildə bir massiv var və 5 dənə də sual verir bizə. Bu suallar necədir? 1, 5. O deməkdir ki, birinci indeksdən, yəni birdən indekslənir, 5-ci indeksə qədər cəm nədir? Yəni, bir növ bu massivin bütün cəmi nəyə bərabərdir? Sual işarəsi. Sonra, məsələn, 15-dir, yəni birinci cavabı olacaq 15. Baxsaz, 1-dən 5-ə kimi cəmi 15-dir. 2, 3, məsələn, ikinci indeksdən 3-cü indeksə qədər, yəni bu ikisinin cəmi eləyir neçə? 5. Düzdür? Sonra 3-dən 4-ə baxırıq. 3-dən 4-ə indeks olaraq eləyir neçə? 7. Sonra 2-dən 5-ə. İkinci indeksdən axıra qədər. Cəmimiz eləyəcək 10. Neçə eləyir bir dəqiqə? 2-dən 5-ə. 14. Düzdür? Və 1-dən 4-ə, yəni nə deməkdir? Ən birinci indeksdən 4-cü indeksə qədər o da eləyəcək 10. Başa düşürük sualın şərtində nə istəyir bizdən uşaqlar? Aminə, Aslan, Cavid, Çinər. Bəli. Başa düşürük sualın şərtini? Bəli. Qəşəng. Yaxşı. Problem nədir? Biz məsələn normalda nə edə bilərik? Elə for qurarıq ki, forla nə ilə? Başda i-dən, belə x-dan, deyək ki, x, y kimi almışsınızsa, i kiçikdir bərabər y olana qədər get, i++, yəni normal bir for qurarıq, yəni bir-bir gəlib cəmləyə bilərik. Amma uşaqlar, belə, fikir versəz görərsiniz ki, n çoxdur və querylərin sayı da çoxdur. Yəni, belə də time limitə düşərik elə bir kod yazsaq. Yəni, mən elə bir kod yazmalıyam ki, daha sürətli baş versin. Yəni, for içində for olmasın. 2 dənə for istifadə olunmasın. 2 dənə for, belə, biz bilirik ki, o n kvadrat deyirik həmin koda. Düzdür? Amma indi biz elə bir kod yazmalıyıq ki, bir növ o n-ə işləsin, daha sürətli işləsin. Yaxşı, bunu necə eləyə bilərik? Artıq burada biz yeni bir anlayışımız olan prefix sum anlayışını öyrənirik. Prefix sum nədir uşaqlar? Çox maraqlı bir mövzudur əslində. Gəl bunu sadə yolla belə izah edeyim. Düşünün ki, belə bir hissəmiz var. Bunun cəmi olsun z. Tamam. Bunu da 2 dənə hissəyə bölək. X, bir də
y olaraq 2 hissəyə bölünür. Buna x deyək, buna da y deyək. İndi z buradan nəyə bərabərdir? Kim dəyər? X bölü Ay sağ. Hamı aydın da ümid edirəm. İndi belə bir sual. Y buradan nəyə bərabərdir? Z çıxılsın X. Ay sağ. Hamı aydın uşaqlar. Bəli. Qarnınız yoxdur. Qəşəng. Bu bizə bildik ki, neynir? Yəni y-i tapmaq istəsəm, z-in qiymətindən x-in qiymətini çıxmağın bəs eləyir. Və uşaqlar, əslində bu mənə bir növ nəyi verir? Mən belə bir trik öyrənirəm. Nədir bu? Fikir verin, məsələn, deyək ki, mən 3-dən 4-ə kimi hissənin cəmini tapmaq istəyirəmsə, mən belə bir şey eləyə bilərəm. Buna bir növ sanki y deyəcəm. Bura bir dənə başdan bura kimi z deyəcəm. Və buradan bura kimi də nə deyəcəm? X deyəcəm. Dolay ona nə etməliyəm? Mən 1-dən 4-ə kimi ədədlərin cəmindən 1-dən 2-ə kimi ədədlərin cəmini çıxsam, bir növ nəyə alıram? 3-dən 4-ə kimi ədədlərin cəmini alıram. Özünüz də isbatını burada dediniz. Baxın, eyni şeydir də. Buna baxın, buna baxın. Razıyıq mı? Indi siz burada yəni elə bil ikisini də bir anda tapırsınız da. Necə? Həm 1-in 4-əni tapırsınız, bir girişdə. Həm 1-dən 2-yə, həm də 3-dən 4-ə tapırsınız da. Yox, mən belə deyək, sadəcə göstərirəm ki, hələ ki 3-dən 4-əni tapmağı mən necə hissələrə parçalayıb tapa bilərəm. Okey? Anladım. Yəni belə yazacağam da. 3-dən 4-ə kiminin cəmi bərabərdir nəyə? 1-dən 4-ə kiminin cəmindən çıxılsın 1-dən 2-yə kiminin cəmini. Aydındır? Bəli. Okey. İndi uşaqlar, və prefiks nə deməkdir? Yəni buna niyə prefiks sum adlanacaq bu həllimiz? Prefiks sumda biz bir dənə massiv götürəcəyik və hər bir indeks üçün birdən belə bir indeksindən həmin indeksə kimi o ədədlərin cəmini yadda saxlayacağıq. Hamısını. Necə? Baxın, bir də yapışdıraq. Hətta gəlin belə edək. Bunu bir də aşağı salaq ki, daha rahat görəsiniz. Aha. Baxın, tutaq ki, bu A massivi deyək buna. Buna A massivi deyək. Tamam. Bir dənə prefiks massivi götürək. Yadda qalsın, prefiks massivi hər zaman birdən indekslənir. A massivi nə olsun? Birdən indeksləyəcəyik. Onun üçün nə edirəm? Əvvəlini bir dənə bir sıfır artıraq ki, yəni nə olmuş oldu? Yəni artıq birdən indekslənmiş oldu. Prefiksə də bir dənə sıfır artıraq. İndi görək nə baş verir. Bax, məntiqin tutmağa çalışın, çox sadədir. Bax, 1 üçün elə özünü yazıram. Yəni, nə deməkdir? Ən başdan həmin ədədə kimi olan cəm. 1-dən 2-ə kimi olan cəmi 2 yazacağam. 1-dən 3-ə kimi olan cəmi 3-ə yazacağam. 1-dən 4-ə kimi olan cəmi 4-ə yazacağam. 1-dən 5-ə kimi olan cəmi 5-ə yazacağam. Aydındır, bax bu şəkildə. 1-dən 1-ə kimi 1-dir. 1-dən 2-ə kimi 3-dür. 1-dən 3-ə kimi 6-dır. 1-dən 4-ə kimi 10-dur. 1-dən 5-ə kimi 15-dir. Razıyıq mı? Məntiqinlə başa düşürükmü? Aslan, Amina, Cavid. Anladım. Okey. Və bayaq dediyimiz məntiq. Mən bunu yadda saxlasam və mənə indi 3-dən 4-ə kimi lazımdırsa, mən nə edəcəm? Ondan, yəni 1-dən 4-ə kimi olan ədədlərdən 1-dən 2-ə kimi olan ədədlərin cəmini çıxacam. 1-dən 2-ə kimi olan ədədlərin cəmini mən harada yadda saxlayıram? 2-də, 2-nin qiymətində. 1-dən 4-ə kimi olan ədədlərin cəmini harada yadda saxlayıram? 4-ün qiymətində. Yəni dolayı yolla mən 10-dan 3-ü çıxsam, alacam nəyi? Elə 3-dən 4-ün cəmini, 7-ni. Başa düşürük? Bəli. Dəqiq, hamı aydındır. Bəli. Cavid, Sinar, Amina, sizə də aydındır. Kənsər, səhvən oldu. Bəli. Okey. Qəşəng. Baxın, indi buna nə deyəcəyik? Bir dənə ümumi düstur kimi də yazaq, sonra keçələ biraz daha sadə hallara baxaq. Baxın, sumumuz olacaq. Sum belə left-dən right-ə qədər, yəni left-dən right-ın cəmini tapmaq istəyirsə, prefiks massivində p right-dan, yəni right indeksinin qiymətindən
Çıxıram P nöqtəyə xəstə, yəni P left minus 1-i. Niyə minus 1? Gəlin bir dənə də onu izah edeyim. Qaranlıq qalmasın. Baxın, mən əgər bir dənə bunu tam silək, buraları tam silək. Şey qalsın. Okey. Bu prefix massivin, bu da massivin özü. Məsələn, mənə 2-dən indeks götürək. Neçə olsun məsələn? 2-dən 4-əni hesablamaq istəyirəm. Düzdür? Əgər mən beləyək də 4-ün qiymətindən, yəni 4-ün prefixinin qiymətindən 2-nin prefixini çıxsam, sanki mən neynəmiş oluram? Baxın, 1, 2... Mən 2-nin özünü alasınız. 2-nin necə? Yox. Bax, sanki bu da nə deməkdir? Mən 1-dən 4-ə kimi yazıram, sonra 1-dən 2-yə kimləri silirəm oradan. Dolayısıyla nəyi almış oluram? Üstdən 4-ə kimlərin cəmini almış oluram. Düzdür? Razıyıq mı bu ilə? Bəli. Okey. Amma mən nə istəyirəm? 2-dən 4-ə kiminin cəmini axtarım. Yəni, amma mən burada 2 yoxdur axı. 2-nin qiyməti əksi idi. 2-ni sildim. Fikir verin. Onun üçün mən nə edəcəm? Bax, bayaq düsturu onun üçün yazanda deyirəm ki, deyirik ki, hara yazmışam onu? Hara yazdım onu? Hə, buraya yazmışam. Right-dan, yəni 4-dən çıxacam nəyi? Yəni P4-dən çıxacam left minus 1, yəni 2 çıx 1-i. O da deyəcək mənə 1. Yəni mən dolayıyla nə etməliyəm? 2-dən 4-dən kimi cəmi tapmaq istəyirəmsə, P4-dən P1-i çıxmalıyam. O zaman nə baş verəcək? 1-dən 4-ə kimi yazıb, sadəcə 1-in qiymətini çıxacam bir növ. O da mənə, baxaq məsələn, mən 2-dən 4-ə kimi cəmi tapmaq istəyirəmsə, ondan çıxacam nəyi? 1-in qiymətini. 2 yox, 2-dən 1 əvvəlki indeksin qiymətini. O da mənə verəcək 10 çıx 1 eləyir 9. Baxaq, 2 üstə gəl 3, 5 üstə gəl 4 eləyir 9. Gördük, işləyir. Hər zaman işləyəcək. Aydındır uşaqlar? Bəli. Qaranlıq nəsə yoxdur. Kod cəzdə də bir dənə tez buna baxaq. Yəni, kod olaraq. Hətta bayaq yazmışam. Bir də olsunsa biraz başdan bir də gedək. Baxın, massivi götürdüm. AM plus 1. Niyə AM plus 1? Çünki dediyimiz kimi 1-dən indeks istəyirik. Və PM plus 1, yəni prefiksi yadda saxladığımız yer. Massivi alıram, 1-dən ilə gedib massivi input alıram. P0 da 0 deyirik, bu sadəcə bir başlanğıc qiymət olaraq qalır. Çünki belə də özünüz görə bilərsiniz, P0 heç vaxt burada dəyişməyəcəm. Bu hər zaman 0 olaraq qalacaq. Sonra, baxın, P-i nə edirəm? Hər dəfə deyirəm ki, bunu izah eləyəcəm indi. Burada bir qaranlıq nəsə olmasın deyə. Gəlin bunu başdan yer. Bu 1-dən 5-ə kimi ədədlər verir. Bu massiv olaraq heç yaxşı deyil. Gəlin öz qəşəng bir dənə şey yaradaq. Tamam, desin, bayaq yaratmışdım. Ctrl-Shift V. Aha, gəlin belə bir massiv götürək məsələn. Burada məsələn, bunun prefiksini yığaq. Baxın, prefiksi yığmağın ən rahat yolu, yəni kod olaraq düşünməyin ən rahat yolu. Düşünün ki, bu A massividir. Tamam, bu da P massividir. 0. Hər zaman belə eləyəcəyik. Bunun qiyməti ilə bunun qiyməti. Yəni, bir əvvəlki prefiks üstəgəl indiki ədəd. 5 üstəgəl 0 eləyəcək 5. 6 üstəgəl 5 eləyəcək 11. 11 üstəgəl 1 eləyəcək 12. Yəni, 12 nədir əslində? 1-dən 0-dan 1-ə qədər olan bütün ədədlərin cəmidir. Və yaxud da 2 üstəgəl 12 eləyəcək 14. Nə deməkdir bu? Ən başdan 2-yə qədər olan ədədlərin cəmi 14-dür. Başa düşürük? Qaynaq nəsə yoxdur uşaqlar. Mən başa düşürüm. Və bu da 17. Yəni, ən başdan ən bura kimi olan cəm. İndi məsələn soruşsam ki, məsələn bir-bir soruşacam. Amina, mən istəyirəm 2-dən 4-ə kimi ədədlərin cəmini tapım. Neynəməliyəm? Nədən nəyə çıxmalıyam? P neçədən P neçəni çıxmalıyam? 1-dən 4-ə qədər olanlardan 1-dən 2-yə kimi olanlar çıxır. Yəni, bir şey olaraq deyə bilərsən, P neçədən P neçəni çıxım? Yəni, indeks olaraq da.
Hə, P4-dən P1-ə. Ay sağ ol, P1'i. Niyə 1'i çıxdıq 2-ni yox? Axı biz burada 2 dedik. Çünki 2-ni də hesablamalıyıq. Ay sağ ol, sən 2'ni də çıxsan, yəni bax, P4 nədir əslində? Yəni deyirsən ki, 5-dən 2-yə kimi olanların cəmini götür. Amma burada 1 artıqdır da, yəni bu bir dənəsi artıqdır əslində. Nəsə çıxmalıyam ona görə. Onun üçün deyirəm ki, P2-ni çıxsan, yəni P2 çıxılsa, nə baş verəcək? Bax, bu ikisi gedəcək. Amma fikir ver, mənə 2 lazım idi, axı ikinci indeks lazım idi. Amma bu da getdi ara yerdə. Onun üçün hər zaman deyirik ki, left minus 1, yəni 2 yox, 2 minus 1, yəni 1'i çıx. Ancaq 5'i siləcəksən belə olsa da, o zaman nə edəcəksən? 2-dən 4'ə hissən sabit olaraq qalacaq. Aydınmı uşaqlar? Aslan, mənə də görüm. Yaxşı. Bəs 1-dən 5'ə kimini tapmaq lazım olsaydı, 1-dən 5'ə kimini. P nədən nəyə çıxım? 7-dən 5'ə cəmi. Aha. Yəni nə lazımdır? Bütün massivin cəmi lazımdır mənə. Nədən nəyə çıxım? Mən P5-dən. Aha, düppədüz, qəşəng. Sonra Mən heç nə çıxmır. P0. Ayso P0. P0 Çünki siz buna bax orada P0 bərabərdə 0 qeyd etmişdiniz. Ayso. Yəni onun da məqsədi zaten odur ki, nə edeyim? Heç nə çıxmaq lazım olmasa belə kodum düz işləsin deyə o 0 verirəm ona. Tamam? Bəli. O P0'ın mənası odur. Aydın uşaqlar, başa düşürük. Sonra Cavid, gələk sənə. Cavid, mənə deyə bilərsən, yaxşı, bəs işdir də, indi həyatdır. 3-dən 3'ə kimi, yəni elə bir dənə indeksin özü lazımdırsa, mən necə tapım onu? Mən P3 çıx P1 plus P2. Çıx P... Yəni 3 dənə prefiks yoxdur, yəni 2 dənəsi. Nədənsə nəyəsə çıxacam. Nədən nəyə çıxım? P3 düzdür. Bax, haqqı verin, bu düzdür. Tamam. Bu nə olacaq? Bax, ipucu verin. Bax, Cavid P2-dir, düzdür. Amma əzbərləməyin. Nə istəyir? Nə deyəcəm? Bax, düşün. P3 haradır? Ən başdan bura kimi cəmidir də, düzdür? Belə, buradan bura kimi cəmdir də, düzdür? Okey. Mən də orada çaşdım, yəni elə bildim tək-təkdir, əvvəldə çaşdım. Sonra sən nə lazımdır? Va, bu hissənin cəmi lazımdır. Razıyıq, 3-dən 3'ə, yəni bir dənə ədəd. Və deməli, buranı çıxmalısan. Yəni əzbərləməyin, sadəcə görünüş olaraq belə yadda saxlasaz bəs eləyir. Və bu indi göylə çəkdiyim, ikinci göylə çəkdiyim kutu əslində mənə bir növ nəyin qiymətidir? Elə P2 deyil, düzdür? Bu 1'dir, bu 2'dir, bu 3'dür də. P3 başdan buradır. P2 başdan 6'ya kimidir. Və 3'ü tapmaq istəyirəmsə zaten nə eləməliyəm? P3'dən P2'ni çıxmalıyam. Aydındır? Qəşəng. Və Çınar, gələk sənə son olaraq maraqlı sualımı qalma deyə tapacam nəsə. Çınar, bəs yaşlı çox şey verməyək, uzatmayaq. 4'dən 5'ə tapmaq lazımdırsa, nədən nəyə çıxım? P5'dən P3'ə. Ay sağ, tamam. P3'ü ümid edirəm ki, qəşəng. Və səbəblərini başa düşdünüz də uşaqlar. Əsas səbəbi yəni bundan irəli gəlir. Baxın, bu bayaq harda yazdıq? Bax bundan. Yəni bütövdən o biri hissəni çıxanda o birisi alınır. Və biz ən başdan, yəni ən baş bu 0 indeksindən bir hamısına kimi olanı yadda saxlayırıqsa, bu da bizə nəyi verəcək? Yəni məntiq olaraq bir növ, yəni belə düşünün də, ən başdan bir hamısı üçün yadda saxlayıb və bu prefix sum məntiqini tətbiq eləyəndə istədiyimiz eldən R-ə qədər olan hissəni for olmadan, yəni baxın, artıq bir dənə çıxmadı da, yəni indeks olaraq bir dənə düstur kimi yazıb çıxırıq
Vəssalam. Bu da bizim cavabımız alınır. Və baxın, PI bərabər olur nəyə? Bir dənə bunu da deyək. Baxın, PI minus 1. Yəni, bu nə deməkdir? Başdan bir əvvəlki indeksə kimi olan ədədlərin cəmidir. Mən də onun üstünə indiki ədədi qoysam, ən başdan indiyə qədər olan elementlərin cəmi eləmir. Baxın, bir də deyirəm. I minus 1, yəni ən başdan I minus 1-ə kimi olan indekslərin cəmi deməkdir. PI minus 1. Razıyıq? PI minus 1. Mən bunun üstünə AI-ni gəlməyim, yəni bir dənə bu hissəni gəlməyim, bir dənə indeksi gəlməyim. Artıq PI-ni əldə eləyəcəm də. Razıyıqmı bu ilə? Baxın, PI olur da bu. Bütöv. Elə deyil. Razıyıqmı? Və bunu hər bir indeks üçün tətbiq edən, yəni prefiksin yığılması bu şəkildə olur. Gəlin sizə göstərmək üçün siyahı PI deyək burada və boşluq. İndi 0 verməyəcəyim olsun. Məsələn, gəlin bunu yazaq. 0. Query yoxdur hələ ki. Baxın, məsələn, nə elədi? 5, sonra 5, 6-nın cəmi 11, 5, 6, 1-in cəmi 12, 5, 6, 1, 2-nin cəmi 14, 5, 6, 1, 2, 3-ün cəmi 17. Okey, demə prefiksin yığılması. While Q minus minusun əvəzinə for-da yaza bilərik. Int sıfırdan int-c'də Q-ya i++ ya da elə while Q-nun nə olduğunu bilirsinizsə while Q minus minus kimi də yadda saxlaya bilərsiniz. X, Y indeksləri alıram. Baxın, normalda şey olmasaydı, mən prefiks bilməsəydim, belə yazmalıydım. Int y x-dan y kiçik bərabər y-ə y++. Və uşaqlar, bu da for içində for demişik ki, o n kvadratdır. Yəni, sum plus bərabərdə AJ yazacaqdım. Bu da əlbəttə ki, time limit verəcəkdi mənə bu sualda. Amma indi nə edirəm? Forun içində for yoxdur. Sadəcə PY-dən, prefiks Y-dən çıxıram prefiks x minus 1-i. Bu da mənə hər zaman verir nəyi? Düzgün cavab. Aydındır uşaqlar? Qarnıq nəsə var? Aydındır. Okey, qəşəng. Bu belə. Sonra bu sualda qarnıq nəsə yoxdursa, qaydaq homeworklərinizə. H-ı vermişdim, yoxsa H keçən dərs növ tapşırığı idi? 4, desən keçən dərs növ tapşırığıdır. Mən H deyəsən, mən keçən dərsin tapşırıqda siz J-dən başlamalıydınız. H mən bizim keçən şeydir. Okey, bir dənə gözlə. Tamam, i-dən başlamalıyam da onda. İlk 8 dərsini vermişdimsə, yenə növbəti 8-ini vermiş olmalıyam da, elə deyil. Qəşəng. i-dən başlayaq, sonra davam edeyim. Qəşəng, bax, yaza bilməmsiz, amma yenə də AI basmalısınız, ümid edirəm. Nə istəyir sualda? Sadə sual. Yəni, şərti yəqin biraz başa düşməmsiz. Okey. Deyir ki, bir dənə dostumuz olub, adı yadında deyil, sualın işarətində deyil. Bax, məsələn, deyək ki, nə inib bu? Kitab sözünü götürüb, sonra bu kitab sözünü tərs çevirib, katib, nə qəşəng, katib alınır, yox, batik alınır. Və bu sözü tərzdən götürüb sözün axırına yapışıb. Yəni, sözün evi tərsinə çevrilmişini öz sonuna yapışdırır və sondan bir də elementi silir. Okey, baxın, alındı bu. Yəni, kitab sözündən alınır bu söz. Və baxın, indi soruşur ki, bizə o tipli sözlər verilir. Baxın, məsələn, buradakı bunu kopyalasaq, başdan sona. Məsələn, sizcə bu söz, bu tipli bir sözdürmü? Yəni, bu operasiyalardan keçib bu alınıbmı? Yəni, əlbəttə, biraz baxsız görərsiniz ki, yox, məsələn, bu olmaz, bu ola bilməz. Yəni, buradakı əslən çox söz ola bilməz, amma, məsələn, bu sözə baxaq. Fikir verin, this sözünü götürüb yenə tərsinə çevirib, düzdür və ən sondakini silib. Alınıb nə? Bu söz. Razıyıq mı?
Başa düşürük nə başlayırıq? Bir tane icra edə bilərsən. Olar. Bax. Birinci prosesi bir də deyim onda. Bax. Məsələn götürək kitab sözünü. Tamam. Kitab sözünü tərs çevir. Nə alınır? Yəni palindrom olaraq tərs çevir. Batik. Reversal. Batik. Düzdür? İndi bunu təzədən götür, bunun sonuna qoy və bir dənəsini sil. Tamam. Və proses budur. Okay? Yəni. İndi soruşur ki, sənə bir neçə dənə söz verilir bax burada. Get tap ki, bunlardan hansısa söz varmı ki, bu şeyə ödəyib, yəni nəsə proses olunub və axırda o söz bu prosesin içində, yəni bu tekstin içində var. Məsələn, bax, bura baxsan, bax, burada bu söz var. This, bax, bu söz. Bu söz nədir? Əslində, this sözünün tərsinə çevirib, bax, this sözünün tərsinə çevir, bu alınır, kopyala sonuna qoy və ən son elementi sil. Belə bax, bayaq götürdüyümüz söz alınır da, düzdür? Deyil, düşürük. Bilməm, Allah bilir. Aha. İndi bizdən nə istəyir? Bizə deyir ki, o sözləri tapıb çıxışa ver. Bax, bu söz, this sözü, məsələn, gördün, elə o sözlərdən edir, onu çıxışa verdin. Burada bir dənə message sözünün o versiyası var. Mən o sözü götürə bilmirəm. Aha. Bax, yəni bunu message üçün eləyək. Bax, fikir ver. Bunun axırına bir də M artırsam, görəcəksən ki, nə baş verir? Elə bu sözün tərsini axırına yazıblar və alınıb. Düzdür? Bəli. Okay. Və deməli, yəni bu tekstin içində 2 dənəsi bu şərti ödəyir. Onun da biri this sözüdür. Bir də mesaj sözüdür, belə deyək. Və o ikisini tapıb çıxışa verməlisiniz. Bu qədər. Yəni şərt budur ki, ödəyənlərini tapıb çıxışa verin. Yox, elə bir söz yoxdursa da mənfi bir verin. Bu qədər. Başa düşürük son şərtini. Aydındır. İndi uşaqlar, hər zaman nə deyirsə bəzən belə hallarda tərsini gedin. Məsələn, mən bu sözü yoxlamaq istəyirəm ki, bu söz o şərti ödəyir ya yox. Nə etməliyəm? Dediyimin tərsini eləməliyəm. Ən son nə dedik? Axırda T var idi, sildik. Yəni yadımıza salaq. Məsələn, this sözünü bir tərsinə çevirdik. Yox. Belə alınır da, aha. Bunun məsələn axırına bunu birləşdirib sonra T-ni silmişdik. O zaman mən nə deyəcəm? Deməli ən birinci indeksim əslində ən sonda yenə olmalıdır. Deməli sözü götürdün, yəni stringi sin alandan sonra S bərabər S plus S0 deyəcəyik. Səbəbi aydındır, yəni ən sondan elementi axı silmişdim. Onu təzədən yerinə qaytardım. Başına verir. Aysa. Sonra və məntiqən nə olmalıdır? Artıq S 2 dənə bir sözün, bir söz, bir də sözün tərsi olmuş olmalıdır da içində. Razıyıq. Okey mi? Onda mən deyim, onun belirtmə var. Yəni, S-lə S-in reverse bərabərcə göstərmir. Aysa, elə eləyəcək. Elə də eləmiyorlar və yaxud da bəzən uşaqlar nə edir? Elə bunu parçalayır. Deyir ki, zaten onda uzunluğum belə tək olmalıdır. Neynə? Get. Aha, by the way, sən dediyində bir dənə problem çıxır, onu deyim. Məsələn, sənin ola bilər ki, sözün AB olsun. Tamam. Sənə verilən söz AB-dir. Sən neyəcəksən? Sonuna bir dənə də A artıracaqsan, çünki ilk elementin A-dır. Tamam. Və bunun palindromluğunu yoxlayacaqsan, deyəcəksən ki, yəni tərsi də AB-dır və bərabərdir. Amma yəni özünü görə bilərsən ki, əslində bu AB sözü o şərti ödəmir də. Razıyıq? Onun üçün nə deyəcəksən? Deyəcəksən ki, birinci ilk olaraq baxacaqsan uzunluğuna. Yəni size-ın nə olmalıdır? Faiz ikisi 0 olmalıdır. Düzdür uşaqlar? Amina, Cavid Sinar. Yəni Aslanla danışırıq, amma sizə də aiddir də yəni. Düzdür? Edmi? Aha. Bundan sonrası da nə edirsiniz? Elə
Aslanla dediyimiz kimi reverse-una baxacağıq. Bir dənə kopyasını yaradacağıq. Elə gəlin kodunu yazaq da. Niyə burada danışırıq ki? Baxın, neçə dənə string var bilmirəm. Çoxlu string var idi orada. Say olaraq bilmirəm. Onun üçün while simlə götürəcəm. S bərabər S plus S0, yəni ən son elementi artır. Əgər S s.size 2 və nida bərabərdirsə 0-a, yəni 0 deyilsə, yəni təkdirsə ədədin uzunluğu, continue ilə. Continue nə olduğunu yadımıza salaq, yəni deməli ödəməyəcək də keç o biri stringə bax. Yox, deyək ki, cüddürsə artıq continue eləməyəcəksən, davam elə. Bir dənə stringin kopyasını yaradaq. String p olsun məsələn. S reverse p.begin p.end və sonra nə lazımdır bizə? Yoxlama. Əgər p bərabərdirsə s-ə, deməli ödəyir. Yox, ödəmirsə heç nə eləmə, keç. Deməli, ödəyir, ödəmirə gəlin. Ödəmirsə onsuz heç bir şey eləməyimizə ehtiyac yoxdur. Onsuz else silək. Ödəyirsə amma sözü çıxışa verməliyik. Amma bütöv yox da yarısını. Necə yarısını çıxışa verə bilərəm? Yəni this message sözü kimi, yəni məsələn deyək ki, this bu sözün necə yarısını mən çıxışa verim? Forla mənim i bərabərdir 0. Tam mən i keçirmədim. Stringin saytının yanına qədər elə ola bilər. Okey, ola bilər. Yaxşı fikirdir. Amma başqa nəsə eləmək olarmı? Hazır bir funksiyamız varmı bunun üçün? Bizim hər zaman danışdığımız bilən qəşəng funksiya var. Stringlərə aid. Nə idi o funksiya? Qəşəng adı var idi. Stringə müəyyən hissəsi demək olur tərcümə olaraq. Ay, sağ ol. String. Necə yazacağım içine? Harda, nə eləməliyəm? Məntiqim nədir? Yarısını verməliyəm. Başlanğıc indeksim 0-dır. Uzunluğum da nə qədər olacaq? S.size aysa bölü 2. Bir də for falan qırmağıma ehtiyacı qalmır. Deyəcəm ki, əgər bunu kopyalamadım. Cout S nöqtə bunu kopyalamadım ki. Ctrl-C Ctrl-V boşluq. Və şöyle bir dənə count plus plus eləyəcəm hər ehtimala. Elə count olsun 0. Bu countun məqsədi nədir? Əgər belə bu while qutarandan sonra əgər mən heç vaxt düzgün bir şey tapmamışamsa, countum hələ də 0-dırsa, get cout -1 ver. Aydındır? Başa düşürük səbəbi? Ola bilər də, çünki bax son şərtlə deyək ki, əgər heç görməsən belə bir söz, o zaman neyinə? Get -1 ver. Və salam. Run deyək. This message sözünü aldım. Qarnıq nəsə varmış o var. Amina, Cavid, Çınar, Aslan başa düşdük. Aydın onu. Cavid mikrofonu açdı. İstədi nəsə desin, üşəndi demədi. Aydın. Çınar. Aydın. Qəşəng. Şöyle Aslanı nümunə götürün. Biraz 10 kimi belə aktiv olun. Sonra İ'yə baxdıq. Qəşəng. J, maşallah. J-nə nə qədər çox adam yazıb ki, adam istəyir ki, üstünə baxmayıb keçək. Biz matrixlərdən vaxtilə sizinlə danışmışıq. Düzdür? Yəni matrixləri keçmişik. Matrixlərin biraz çətin sualdır bu. Amma maraqlı sualdır əslində. Baxın, bu spesifik olaraq bu dəqiqə şəkil verilən şəkil sadəcə bu test case aiddir. Yəni izah olaraq verilib. Baxın, deyir ki, 6-nın getdiyi bir matrix var. Baxın bu şəkildə. Sonra yaşgər bu şəkil götürək. Bir də burada nə var? 3 dənə query var. Onu da verək. Okay. Baxın, nə istəyir bizdən? Deyir ki, 1-in 2-dən, yəni bu x-lar verilir əvvəl, sonra y-lər. Yəni 1-in 2-dən, 1-in 2 haradır? 1-in 2-yə, baxın bu indeksdən, yəni buradan 1-in 4-ə, haradır bura?
Yəni baxın, burada başlayıb burada qutaran çərçivə budur da. Yəni belə bir çərçivə alınır burada. Bu çərçivənin içindəki cəmi hesabla deyir. Plus, yəni bu cəmin üstünə, sonra get o biri cəmə bax. 3-dən 2-yə, yəni 3-cü indeksin ikinci hissəsi, yəni biz şeylərdən bilirik. Bu indeksdən 3-dən 4-ə, 5-dən 4-ə, 5-in 4-ə hardasa bura düşür. Yəni baxın, bu qara qutu. Bu qutuları əvvəlcədən olsa sizə verilir. Və hardanara 4-dən 6-ya, 3-dən 7-yə. 4-dən bir üzrü sayın, 4-dən 3-ə, yəni 4-ün 3-ə indeksindən, 4-ün 3-ə indeksindən, 4-ün 3-ə indeksindən 6-nın 7-yə indeksinə qədər. Yəni o da düşür axıra. Yəni uzun sözün qısası, sizə baxın bu qutular verilir və bu qutuların içindəki cəmi istəyir. Sadəcə problem nədir uşaqlar? Məsələn, bana fikir verin, bu hissə var ha, görürsünüz bunu. Bu 7, 1, 8, 4. Baxın, bu həm bu qutunun, birinci qutunun içindədir, həm də ikinci qutunun içindədir. Razıyıq mı bu ilə? O hissəni biz bir dəfə cəmləyəcəyik. Yəni, şey olaraq düşünməyəcəyik. Birinci qutunun içindədirsə cəmlə, ikinci qutunun içindəsə yenə cəmli olaraq yox. Yəni, bu hissə sadəcə bir dəfə. Fərq yoxdur hansı ilə götürürsünüz. Bir dəfə cəmləyib durmaq lazımdır. Aydındır mı sualın şərti? Mən onu başlamışdakı toplama məsələsini bir daha izah edə bilərsiniz. Nəyi? Toplama? Mən indeksləmişdim, mən bir, o hissəni daha bir daha izah edə bilərsiniz. Okey, problem yox. Təki izah etsin, izah edeyim. Bax, sizə input bu şəkillədir. Gəlin üstünə qeyd edeyim. x1, x2, y1, y2. Biz də bilək ki, koordinat necə olur? x1, y1, x2, y2 şəklində olur da. Yəni, bunların cütləşdirilməsi necə olacaq? Bunu ilə bunu 1 götürəcəyik, bunu ilə də bunu. Yəni, 1-in 2-yə, 1-in 4-ə. Yəni, bu nə demək olur əslində? Bu qutunu define eləmək üçün, ya baxın bu qutunu. Deyir ki, 1-də başlayır, 1-ə qədər gedir. Yəni, bu n olaraq 1-də başlayıb 1-də qutarır. Və uzunluq olaraq da deyək ki, 2-də başlayır, 4-də qutarır. 2-də başlayır, 4-də qutarır. Və yaxud da, məsələn, bu qutu, baxın, kvadrat olan, 3-ün 3 olan. 3-də başlayır, 5-də qutarır. Yəni, məntiq elə olur da, belə baxanda. 3-də başlayır, 5-də qutarır. Və yaxud da 2-də başlayır, 4-də qutarır. Yəni, uzunluq olaraq da 2-də başlayır, 4-də qutarır. Baxın, yenə 2-də başladı, 4-də qutardı. Başa düşdü? Yəni, bu qutunu define eləmək üçün, sizə göstərmək üçün ki, bu qutudan söhbət gedir. Bu şəkildə 4 dənə ədəd verirlər. Razıyıq? Okey. Və bunun içindəki ədədlərin cəmini istəyir sizdən. Baxın, yəni, sizdən nə istəyir? Baxın, məsələn, 8 üstə gəl, 9 üstə gəl, 1 üstə gəl. Yəni, hər biri üçün ayrı cavab istəmir də. Elə bir dəfəlik hamısının cəmini soruşur. Birinci, bu qutu üstə gəl. Bu qutunun cəmi, içindəkilər üstə gəl, bu qutunun içindəkilərin cəmi. Amma bayaq dediyim kimi, bu hissə baxın, həm bu qutu da var idi, həm bu qutu da var. Amma bunu bir dəfə hesablayacaqsınız. Yəni, 7, 1, 8, 4-ü sadəcə bir dəfə cəmləyəcəksiniz. Hər dəfə cəmləməyəcəksiniz. Aydın oldu aslan, digərləri? Amina, Cavid, Çınar. Nəsə qaranlıqsa deyin, o hissəni bir də izah edeyim. Okey. Baxın, bu sual nə yalan deyim? Məsələn, mən də sizin yaşda onda bu sualı yaza bilməmişdim. Yadımda indiyə kimi. Çox, yəni, çətin gəlmişdi mənə vaxtilə bu sual. Onun üçün gəlin, belə, keçmişdə öyrəndiklərimizi xatırlaya gedək. N-in M-ə bir şey alsam, belə, indeks götürsəm, uzunluq daha doğrusu. Mən matriksi necə yaradırdım? LL A N-in M-ə. Razıyıq mı? 2D ölçülü massivi bu şəkildə yaradırdım. Tamam. Okey mi buna? Bəlim. Aha. Sonra gələk... İki masif bir şeydir. Nə ilə? Bir masif.
Aslında heç 2 də massiv görməmisən, hə? Mən öyrənmişəm özümü. Səsin qırıq-qırıq gəlir. Bir də Mən deyərdim. internetdən alışıb öyrənmişəm. Okey. 2D massiv, yəni belə də Matrix-dən eyni şeydir. Yəni Matrix və yaxud da 2D massiv. Məqsəd nədir? Yəni şəkildə gördüyün kimi, yəni sanki bir dənə massiv yoxdur, bir neçə dənə massivi birdən yadda saxlayırsan. Aydındır? Məndən nə soruşdun? Tam nə soruşduğu başa düşmədim sadəcə. Müəllim, yəni siz mən orada yəni demək istəyirəm ki, Matrix-lə iki massiv eyni şeydir. Yəni belə də ad olaraq 2 dənə adı var. Yəni amma eyni şeydən söhbət gedir. Hə, anladım. Okey. Şu an belə mən çalışacağam ki, bu sualı yavaş-yavaş izah edeyim. Birdən belə full koddan söhbət açmayım. Onun üçün gəlin birinci baxın bu sadəcə Matrix-in inputundan danışaq. Yəni necə eləyək ki, bu Matrix-i inputu alaq. Gəlin ondan danışaq əvvəl. Burada şey olmadı axı. Bir saniyə, bu kod qalsın. Səhvən yeniləyək. Bir saniyə. Bunu kopyalayaq. Bunu buraya yapışdıraq. Buradaymış. Tamam. Yaxşı. Inputu almağın yolu bilirik ki, 2 dənə içində for yazsaq. Int i sıfırdan x-yenə i++. Amma bax, son şərtində bizə indeksləməni 1-dən verdiyi üçün. Amma biz bilir ki, normalda bu şəkildə yazsaq 0-dan gedəcəyik. Onun üçün gəlin yenə massivdə olduğu kimi yenə +1 yazaq. Və nə baş versin? Artıq 1-dən indeks istəyir. 1-dən enə for int j 1-dən j kiçik enə j++. Sin a i j desəm, artıq nə baş verir? Mən bütün massivi Matrix-i input almış oluram. Bura kimi qaranlıq nəsə varmı? Yox. Okey. Yaxşı. Bunu bildik. Gəlin indi yadımıza nəyi salaq? Məsələn, gəlin buradakı 3 silək. Hətta bu şeyləri də silək. Bunu saxlayaq sadəcə. 3, 5, 2, 4. Mən necə eləyə bilərəm ki, yəni sanki baxın, cəmləmə yox da 3-dən 5-ə 2-dir. Bu kvadratı, yəni bu kvadratı ekrana verim. Onun forunu necə yaza bilərdim? Bir daha o xatırlayaq. Int deki x1, x2 kimi input alaq əvvəl. x1, x2, y1, y2. Sin x1, x2, y1, y2. Deməli, bunun kodu olur. Yəni, normalda birdən enə gedən, by the way, burada m olmalıdır. Birdən m-ə gediriksə, burada bir x1-dən başlayıb gedəcəyik x2-yə qədər. Yəni, özü zaten bizə hər şey əslində verir. İçində də bir for int j x2-dən, y1-dən j kiçikdir y2-yə qədər j++. Cout a i j desəm uşaqlar və boşluq, hətta ki end-olunla yazaq. Cout end. Baxın, məsələn 3, 5, 2, 4. Bu nə idi? 6, 4, 7, 5, 7, 1, 3, 8, 4. Yəni bu ədədlərdir də. Və gəlin bunu run eləyək. Görəcək ki, bizə bunun içindən spesifik olaraq o ədədləri seçib verir. Bərabərini qoymamışam. Baxaq. Gördük. 6, 4, 7, 5, 7, 1, 3, 4, 8. Elə bunu özünü seçib verdi. Bura kimi qaranlıq nəsə var? Məsələn, 4, 6, 3, 7-ni verək. Yəni, 4, 6, 3, 7-ni verək. 4, 6, 3, 7. Aha, indi bax, bizə nəyə verməlidir? Məntiqən 7, 1, 7, 8, 7. Yəni, bu bütöv yekə kvadratı verməlidir. Və onu da verdi. Bunu da xatırladıq. Yadımıza düşdümü? Matrix'in kodları. Okey mi buna da? Diğerleri ama yadımıza düşür. Cavid. Yəni. Aha. İndi sadəcə uşaqlar.
Mən bunu indi çıxışa verməyə əvəzinə bir dənə sum dəyişəninin üstünə gəlsəm, sum plus bərabər i yazsam və yəni endilərə artıq ehtiyac yoxdur. Ən sonunda scout sum'u versəm çıxışa. Baxın uşaqlar, nə baş verəcək? İndi baxdığımızda sum deməmişəm. Elə sum olsun 0. Nə baş verəcək məntiqən? Sadəcə bu kutunun, yəni o bayaq ekrana verdiyimiz kutunu ekrana verməyə əvəzinə bir sincəmləyəcək. Razıyıq mı bu ilə? Yəni oturub məsələn bu 7, 1, 7, 8 bunları toplasaz görəcəksiniz ki 84 edir. Bu da aydındır. Burada da qaynaq nəsə yoxdur. Yoxdur, qəşəng. İndi uşaqlar, belə bir sual. İndi qaydaq sualın orijinal versiyasını. Axı burada bir dənə yox, birdən çox var. Yəni 3 dənə var məsələn. Bunu qaytaraq. Məsələn 3 dənə bunu eləməliyik. Onun üçün nə edəcəyik? Sum'u gəlin əvvələ verək. While'ın ya da for'un fərq yoxdur. Gəlin bir dənə elə Q götürək. Sin Q. While mı yazaq, for mu yazaq? Uşaqlar, while'ı da öyrənir artıq. While Ayso, bu forla eyni məntiqdir. Sadəcə belə də məqsəd nədir burada? Şey yoxdur, yəni i yoxdur. Yəni sırf bizə sadəcə Q dəfə run eləmək lazımdırsa və yaxud da məsələn n yazsaz n dəfə bunu eləyəcək. Yəni while'ın içində n dəfə dövr eləyəcək. Amma bilin ki, yadınızda olsun ki, siz bu qutarandan sonra scout Q versəz, Q artıq 0-a bərabər olacaq. Amma for-la yazsaz, Q elə Q olaraq qalacaq, yəni sıfırlanmayacaq. Yadınızda olsun. Okey, bax bunu run eləsək artıq, buradakı 3 və 3 dəfə alacaq, bir-bir for-la baxacaq. Alacaq, for-la baxacaq, ən sonunda sum'ı çıxışa verəcək. Amma indi çox verəcək. Yəni bizə məsələn gözləntimiz neçə idi? 127 verməyin gözləyirdik. Amma bizə neçə verdi? 147 verdi. Şöyle, baxın, gəl nə? Orada keçənlər 2 dəfə cəmləndi deyə. Aysa, bax hətta 7 üstə gəl 1 8, 8 üstə gəl 8 16, 16 üstə gəl 2 22. 127 üstə gəl 22, görəcək ki bizə 149 verdi. What? Bir dəqiqə. Düz demədim. Mən 20 olayı siz səhv hesabladınız. 7, 1, 8, 4. 20. 147. Və bizə də 147 verir. Yəni ortanı 2 dəfə cəmlədiyimiz üçün 20 vahid çoxalırıq. Aydın uşaqlar. Yəni bu dəqiqə kodumuzun niyə səhv işlədiyini başa düşürük. Amina, Aslan, Cavid. Hə, indi gəl əsas məsələ. Bax bura kimi yəni implementation'da sadəcə yəni biraz düşünüb bəlkə də oturub özünüz yazardınız. Hə, bundan sonra biz neyniyək ki kodumuzun səhvini düzəldək. Yəni bu hissə artıq 2 dəfə hesablanmasın. Bu orta hissə 2 dəfə hesablanmasın. Bunun üçün neyniyək? Neyniyə bilərik bunun üçün? Fikir olan biraz düşünün. Neynəmək olar sizcə? Bir saniyə üzr istəyirəm. Fikrimiz var. Yoxdur heç nə. Elə bu qədər. İpucu verim mi? İpucu verim tapırsınız. Yaş, belə bir sual verim. İpucu versəm tapa biləcəksiniz. Mən bilmək olmaz. Bilmək olmaz. Şöyle, həllimiz, yəni problemi bir sətr kod yazmaqla həll eləmək olar. Bircə sətr. Ya uzun sətr deyil, yəni for sətri belə deyil. Qısa bir balaca sətr yazmaqla problemimizin solutionu var. Neynəmək olar sizə? Yəni necə eləyək ki, bu hissəni bir də hesablamayaq və yaxud da deyək ki, bizə 4 olsaydı bu, düşünün ki, bir dənə də baxın, məsələn deyək ki, burada bir dənə kvadrat olsaydı yekə, görün nə qədər ortaq düşən. Bu ortaqdır, bu ortaqdır, bu 3 dəfə ortaq olur,
bu yenə ortaqdır. Ya bu necə solution olaraq həll eləyək? Biraz düşünün. Python'la ne var? Nə etmək olar? Python'la. Bakmak var ki, evet vermişiksə çıxışa bilə verməyək. Bax, dediyim kimi, mən də məsələn o vaxtı elə bir şey düşünmüşdüm. Mən sizin yaşda olan, yəni bu suala baxanda mən götürüb şey eləməyi düşünürdüm. Məsələn, bu sətirləri birləşdirməyi düşünürdüm. Ya bu kvadratı sanki bu xətt yoxdur, deyirdim ki, bu xətti bir növ ortadan silməyi falan düşünürdüm. Amma sonradan gördüm ki, yox, əslində çox sadə, çox qəşəng bir yolu var imiş. Onun nə olduğunu tapa bilsəz çox möhtəşəmdir. Biraz düşünmək istəmirsiniz. Biraz düşünsəz taparsınız. Düşünün biraz. Nə ola bilər? Nə edə bilərik? Çox kiçik bir kodla biz bunu necə düzəldə bilərik? Yaxşı, ipucu verirəm. İkinci ipucu. Birinci ipucu dedim ki, çox böyük düşünməyin, sadə düşünün. İkinci ipucu. Mən bu 8-i məsələn cəmin üstünə gəlmişəmsə, bir də gələcəmmi cəmin üstünə? Xeyr. Xeyr. O zaman mən bunu başqa nəsə çevirə bilərəmmi? Mətnən etmək olar. Mətnən nə edəcəksən? Deyəcəksən ki, bunu cəmin üstünə gəlmisənsə bir də gəlmə. Olar. Bax, o da düzgün bir solution'a gəlib çıxacaqsan. Amma dediyim kimi daha sadəsi var. Niyə o qədər uzadaq ki? Baxın, şöyle dediyimə odaqlanın. Bu 8-ə bir dəfə gəlmişəmsə, yenə cəmin üstünə gəlməliyəmmi? Verməm. Okey. O zaman soruşuram. Məsələn, bir direkt demək istəmirəm. İstəyirəm biraz düşünəsiniz. Həqiqətən maraqlı sualdır. Nə etmək olar o zaman bu 8 və yaxud da məsələn bu 7. Bu 7-ni mən deyək ki, bu kvadrata baxanda forla gedə-gedə gəldim. Aha, bu 7-yə çatanda cəmin üstünə əlavə elədim. Tamam, kodum cəmin üstünə əlavə elədi. Mən neyim ki, sonra növbəti dəfə gələndə bu 7-nin cəmin üstünə gəlməsin. Çünki bir dəfə gəlmişəm. Neyə bilərəm? Mən çıxarda bilərik. Çıxarda bilərik deyəndə? Yəni, məsələn, multisetə əlavə edəsək, bütün hamısını sonra oradan çıxartsaq. Yəni, bu qədər çətin düşünürük. Şöyle, direkt kömək edirəm. Baxın, düşünün ki, sizə bir dənə də şey versən, təsəvvürün bu 8 deyil, bu da 0'dır, tamam. Okey, və bu da 0'dır. Qiymət olaraq 0'dır. Okey, yəni sırf görməyiniz üçün istəyirəm. Sizə 4-cünü verir. Baxın, amma yəni kutunu da ədəd olaraq yazmıram, elə bura çəkirəm. Bunu biraz böldüm ki, daha rahat görək kutunu. Kutu olsun, bu kutu. Bu qırmızı ilə çəkdiyim. Baba, bu kutu. Sadəcə bu kutu. Və içindəki ədədlərin hamısı 0'dır. 0, 0. Bu kutunun cəmi bir dəyişikliyi olacaq. Yəni, üstünə ancaq sıfırlar gələcəm də, düzdür cavabın. Mən belə etmək olar. Mən söz demək olar. Aha. Yəni hiç mənim hər topladıqda onları sıfıra çevirmək deyirsiniz. Ay sağ ol, bura gəlirik. Şöyle, hər toplayanda sıfıra çevirsə ki, orada bir də toplanmasın o 7, 1, 8. Ay sağ ol. 6'nın üstünə gəldin. Artıq bu 6'nın sən bir də cavabın üstünə gəlməyəcəksən. Dolayı ondan bu 6 sənə heç vaxt lazım olmayacaq. Və bunu sıfıra çevir. Yəni kodda dediyim kimi bir sətirlik həllimiz nədir? A, I, J-ni cəmin üstünə gələndən sonra sıfıra çevir. Bu deməkdir ki, sən bir dəfə cəmin üstünə gəldin. Bundan da artıq istifadə eləməyəcəksən. Hətta belə bir şey eləyək. Gəl bunu bu şəkildə kopyalayaq, bir də yapışdıraq. Niyə bunu elədim? Çünki belə bir şey eləmək istəyirəm. Birdən n-ə get. Birdən m-ə get. Bir saniyə, tam istəyirəm ki, həqiqətən tam başa düşəsiz. Scout A, I, J
boşluq South handle. Baxın uşaqlar. South handle 5 dəfə versəm bəs eləyər yəqin. Okey, gəlin run eləyək, görək nə baş verəcək. Baxın, bu birinci, yəni ilk başda bu şəkildə idi, düzdür? Biraz böldüm, hətta daha rahat görəsiniz. Baxın, birinci run eləyəndən sonra nə baş verdi? Baxın, birinci kvadratımız haradır? Buradır da, düzdür, baxın. Üstdən 3 dənəsi. Fikir verin, oraları sıfırladı. Sıfırlamağımızın səbəbi nə oldu? Artıq mənim başqa kvadratım yerə oranın üstünə düşsə belə, artıq oranı cavabdan saymasın. Aydındır? Başa düşürük. Okey. Cavid, Sinar, Amina. Amina, Sinar. Qəşəng. Sonra növbəti bax, bu birinci üçün elədik. Gəldik ikinci üçün. Bax, 3 dənə sıfırım durur. Bu səfər baxın, ortadakı o 9-luğu da sıfırladı. Yəni, cəmin üstünə gəldi və sıfırladı. Bu mən xeyri nə olacaq? Çünki bax, burada bax, yenə bir kvadrat, əslində düz bucaqlığımız vardı. Bunları saymayın. Bax, bunlardır. Budur, budur. Bax, fikrin verin, bu 4 dənə artıq sıfır olduğu üçün bunun üstündən geçsə belə artıq buranı saymayacaq. Deyəcək ki, nədir? Ged oranı görməzdən gəl. Çünki mən artıq oranı şeyləmişəm deyək ki, yəni cəmin üstünə gəlmişəm. Aydındır? Və növbəti dəfədə baxın, artıq buranı sıfırlayır. Buralar da sıfırlandı. Və artıq buralar da sıfırlanıb deyə nə baş verir? Mən oranı cəmin üstünə gələndə elə ancaq mənə lazım olanları bir dəfə götürür və salam. Aynen uşaqlar. Qaynaq nəsə var? Başa düşürükmü? Bəli. Okeydir. Yəni bir dəfə də sadəcə run eləsəm siyahı olmadan 127 verdi. Tamam mı? Bəli. Qəşəng. Sonra J'yə baxdıq. K-nı demək olar çoxunuz yazıb. Çinarla Günür də yoxdur ha. Günür də yoxdur. Universe ratings input şey düşmüyor böyük ihtimal. Amma input necədir? Necə olmalıydı? Mən PDF-də baxanda da inputu görsəm deyildi. Update problem set edit confirm desəm yenilənərmi? False olaydı. Yox, düşmədi. Yəni, normal bir şəkildə massiv verilir uşaqlar. Sizdən nə istəyir? Deyəsən, yəni massivdir, yəni bildiyimiz massiv verilir. Müsbətlərin sayı, mənfilərin sayı, sıfırların sayı ilə buradan baxaq. Neçə dənə müsbət var? 2 dənə müsbət var. 2. Neçə dənə mənfi var? Yəni 2 dənə mənfi ədəd var, bir dənə də sıfır var. Yəni Çınarla Günnur plusda kim yazmayıbsa bir nəfər. Kimi yazmayam. Yəni mən ümid edirəm ki, sırf şey görmədiyiniz üçün, yəni test case-i görmədiyiniz üçün. Hə? Test case yox idi deyə görə. Yəni başa düşürəm, yəni BD-də inanmıram ki, bu sualı yaza bilməyəsiniz. Düzdür? Yəni 3 dənə dəyişən götürəcəksiniz, müsbətlərin sayı, mənfilərin sayı, bir də sıfırın sayı. Yəni çox sadə bir şəkildə yaza bilərsiniz. Tamam, bu üstünə qalmayacağım. Bu problemi deyil. El. Oho, bracket sualı. Çox möhtəşəm sualdır. Bir də yəni bundan sonra gələn sual nədir? Hansını izah eləməyə dəyər? L, M. Bu da qəşəng sualdır. Yaxşı, ikisi də vektora aid sualdır deyə. Gəlin ikisinə də elə vaxtımız çatdığı sürəcə lazım olar biraz uzun gedərik, baxaq. Deməli, başlayaq nədən? L-dən. Sequence sual, bracket sualından. Deməli, sual şərti nədir uşaqlar? Gəlin əvvəlcə sadə yolla izah eləyək, sonra çətinə gedək yavaş-yavaş. Bir bracket o vaxt yaxşı hesab olunur ki, məsələn, sizcə bu bracket yaxşı hesab olunurmu? Yəni, normal şəkildə baxsaz,
açılır, açılır, bağlanır, açılır, bağlanır, açılır. Bunu riyazi olaraq yazılışı necədir? Deyir ki, siz ancaq toplama və birdən istifadə edərək bunu normal bir riyazi hala gətirə bilərsinizmi? Məsələn, 1 üstəgəl 1, üstəgəl yazsaz, 1 üstəgəl 1. Ya, normal bir şey gəldi də bu, düzdür? Riyazi hala gəldi. Yəni, bu okeydir də, düzdür? Deməli, normaldır. İndi biz hər dəfə üstəgəl 1 qoymayacaq yerinə. Amma məsələn, bu sizcə normaldır. Xeyr, müəllim. Aslan şey deyir, normal deyil. Deyir. Amina, normaldır bu. Bu normaldırmı sizcə? Çınar, Cavid, normaldırmı bu? Çınar, niyə normal deyil bu? Normal, çünkü biri açılıp bağlanır ama ikincisi bağlanır ama açılmıyor. Ay soya, açılma hissəsi yoxdur da, düzdür? Deməli, onun üçün normal sayılmır. Aslan düzdür, aslan düzdür. Okey, yəni buna normal olmadığını başa düşürük. Cavid, okeydirmi? Amina? Bəli. Amina? Kim deyirəm? Okeydir. Qəşəng. İndi bu bir dənə asan, yəni bir dənə üçün bunu görmək çox sadədir. Yəni, bu okeydirmi sizcə? Yəni, tez buna deyək, keçək. Xeyr, müəllim. Çünki açılıb tamam bağlanmıydı, ən axırdakı. Tək budur problem. Yox, müəllim, Bu da. o bir də orada var. Ay, sağ. O da Tamam, bağlanmaz. bu asandır dediyimiz kimi. Gəldik əsas məsələyə. Bu fiqur, bu fiqur və bu fiqur. Bu üçünün qarışıq versiyası olanlarına baxaq. Məsələn, bu dəqiqə yazdığım sizdə normaldır. Bəli, müəllim. Hamısı açılıb bağlanmaz. Amina, Cavid, Çınar, siz də deyin. Aslanla şəxsi dərs keçmirəm, valla. Siz də buradasınız, uşaqlar. Cavid, normaldırmı bu? Yəni, hamısı açılır və normal şəkildə bağlanır, düzdür? Yaxşı, belə bir sual. Bu normaldırmı? Bəli. Okey. Yaxşı, bəs uşaqlar, bu normaldırmı? Xeyr, müəllim. Mən oradakı bərabərdir. Hə. Yox, bu sırf görməyin üçün qoyuram. Mən normaldır da mən. Bu normaldır. Normal. Bəli. Çünki məndə başı da var, burada arxası da var, burada başı da var, arxası da var. Yox, uşaqlar, bu normal deyil. Niyə? Çünki fikir verin. Belə, ən son bu iki dənəsinə baxsaz, yəni uyğun deyirlər də bir-birlərinə. Açılma ilə bağlanma bir-birinə uyğun deyil. Niyə? Çünki belə, bu açılır, sonra ortaya başqa bir növ girir. Məntiqən o bağlanmalıdır ki, sonra o bu bağlana bilsin. Hətta baxın, mənim proqramım var da, indi Sublime Text. Fikir verin, o avtomatik belə algılayır. Baxın, burada yazanda qoymur, altına xət çəkmir, baxın. Amma bura gələndə, hə, bunu artıq düzgün qəbul edir. Hətta buna keçəndə də bu ikisini bir olaraq görür. Okey? Yəni, niyə bu uyğun deyil? Buradan izah eləmək olar. Məsələn, bunu uyğun eləmək üçün bura bir dənə belə, buna bir dənə belə, buna da məsələn belə bir şey qoysaz, hə, bu artıq normallaşdı. Gördük? Başa düşürük niyəsini? Yəni, açılan elə özü ilə də bağlanmalıdır 100%. Başqa simvolla, ya bu şəkildə bağlana bilməz. Aydındır? Başa düşürük? Okey? Və indi bizdən bunu istəyir. Yəni, bunu tapmamız lazımdır ki, bizim kodda, yəni bizim verilən stringdə verilən düzgündürmü? Yəni, bir dəqiqə, məsələn, belə bir şey yazaq. Hə, məsələn, bu düzgündürmü sizcə? Tez bir dənə göz atın buna. Bəli, mən düzgündür. Aha, yəni, tapmanın rahat yolu nədir? Baxıram, açılır, açılır. Bağlanma görəndə, sanki deyirəm, hə, bu ikisi düzdür. Bunu silə bilərəm. Bu ikisi düzdür, silə bilərəm. Düzgündür, silə bilərəm.
Tamam, bu ikisi düzdür. Getdi. Bu da düzdür. Qəşəng. Tamam, bu da düzdür. Bunu da sildim. Bu da düzdür. Qəşəng. Düzdür. 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 Ən sonda sıfırlanırsa, heç bir şey artıq və yaxud da heç bir şey əksik qalmırsa, o zaman deyirəm ki, hə, bu məndə olan düzgündür. Amma yox, hər hansı bir simvol belə artıq qalsa və yaxud da nəsə çatışmasa, hə, deyəcəm ki, deməli, burada nəsə səhvlik var. Və uşaqlar, biz elə kod olaraq da bunu yazacağıq. Yəni, baxacağıq ki, bizə verilən string bu şərtləri ödəyirmi? Bunu necə eləyəcəyik? Bir dənə vektor götürəcəyik, uşaqlar. Əgər mən, baxın, açılma işarələri ilə söhbət gedir, açılma bu və yaxud da bu üçündən biri görsəm, vektor atacam. Deyəcəm ki, açılır, get gör bu haradasa bağlanacaqmı? Yox, bağlama işarələrindən görsəm, bunlardan birini görsəm, deyəcəm ki, get bunu, ya bağlamadırsa, deməli, bundan bir əvvəl gələn simvol buna uyğun bir şey olmalıdır. Get onun üçün vektora bax ki, vektora qoyduğum ən son elementlə bu uyğun gəlirmi? Uyğun gəlirsə, davam edin. Gəlmirsə, dur. Məsələn, bir dənə tez baxaq buna. 2 dənə bax, açılma işarəsi gəldi. Nə dedik? Vektor atıram ikisində. Sonra, bağlama işarəsi gələn kimi, deyirəm, bağlama işarəsi gəldi və vektorun ən son elementi də bununla eyni növdür. Deməli, vektordan bunu sil və bunu da bir növ sanki buradan sil ki, bu ikisi uyğundur. Yenə, baxın, açılma işarəsi gəldi. Vektora gedirəm, açılma işarəsi qoyuram. Və deyirəm ki, sonra bunu görəndə deyirəm, hə, deməli, bu ikisi də uyğundur, bunu da sil. Vektordan bunu sil. Bu şəkildə, yəni, açılma görəndə vektora əlavə eləyəcəm. Bağlama görəndə vektora baxacam ki, vektorun ən son elementi uyğundur mu bizə? Uyğunsa okeydir. Uyğun deyilsə no ver və dur. Return 0. Məntiqi başa düşdük. Nə etməli olduğumuzu. Tamam, gəlmədən test koduna da baxaq. Stringes, sines, deyən vektor götürəcəm. Char vektoru, çünki simvol artıracam ora. Okey. Davay. For int sıfırdan x s.size'a i++. Deyir ki, if si bərabərdirsə, bu açılma işarələrindən bir yazaq. Or tamam, nə edik? v.pushback nə? Bunun şeyini artır. Si-ni vektora artır. Razıyıq mı bura kimi? Yəni, indi gördüyüm element açılma işarəsi onu vektora artır. Razıyıq mı? Deyək ki, deyilsə. Tamam. Deyilsə nə ehtimalı qalır? Deməli, bu bağlanmalardan biridir. Birinci baxıram ki, məsələn, v.size-a baxıram. Əgər v.size sıfırdırsa, bu mənə nəyi verir? Sanki bir baxın, bunu boş verək hələ ki. Sanki mənə bir başlayan kimi elə, məsələn, belə bir şeylə başlamışam. Baxın, belə bir kodla deyək ki, başlamışam. Daha sonra şeylə başlamışam. Stringlə. Buna baxan kimi, deyirəm, vektorum boşdur. Hələ ki, heç bir başlanğıc görməmişəm. Və bu nəsə açılmalıdır ki, bağlansın, amma heç nə açılmayıb. Yəni, vektorun boşdursa, deməli, heç nə açılmayıb. Hə, o zaman nə ilə? Hə, deməli, problem var. Cout, no, return 0. Yəni, bu alınmadı. Yox, elə deyilsə, o zaman nə ilə? Gör, deyil. Ən son nə açılıb? Ən son nə açılıb, necə baxaram? Bir dənə C götürək. v.size -1. Başa düşdük bunu. Bu nədir? Yəni, bu mənə vektorun ən son elementini verir. Bu da mənə niyə lazımdır? Yəni, ən son mən nə atmışam vektora. Başa düşürük? Bəli. Və böyük ehtimal ki, onu vektordan siləcəm deyə,
Onu vektordan çıxardıram və vektordan element silmək yolu nə idi? Pop back. Ən son elementi silirəm. So, bu qədər. İndi bir dənə yoxlamalıyam ki, indi götürdüyümlə, yəni vektorda olanla indi baxdığım eyni type-dırsa, qəşəng, davam elə. Deyilsə, break, yəni return 0 ilə qutar. Əgər indi 3 dənə if yazacaq və salam. If SI bərabərdirsə bağlanmaya və C nida bərabərlə yazaq gəlin, daha rahat olsun. İndiki bağlanma bundandırsa, amma C nida bərabərdirsə bunun açılma versiyasına. Yəni, bu nə demək olur bir növ? Bir dənə düşünək. Cout no return 0. Bir dənə gəlin bunu tez beynimizdən analiz edək. Yəni, indi baxdığım deyək ki, bu bayaq necə yazmışdıq? Belə bu şəkildə qoyaq. Deyək ki, bayaq ki, elə sadə olanına baxaq. Buna və buna. Və yenə pushback eləmiş oluruq. Necə deyək bunu? Tamam, bunu gördük, V'yə getdik, bunu artırdıq. Açılma gördük, gəldik, bunu artırdıq. Bağlama görəndə top olaraq, yəni C olaraq nəyə götürəcəyik? Bunu götürəcəyik də. Vektorun ən son elementi budur və bunu siləcəm. So deyəcəm ki, bunu ilə bu, yəni, baxın, bunu ilə bu eyni uyğundur mu? Yox. Onun üçün nowhere. Yəni, deyəcəm ki, indi baxdığım, bunu 3 dəfə yazaq. Hamısı üçün yazaq. Aha. Baxın, məsələn, indi buna baxırıq da. Deyirəm ki, SI bağlamadırmı? Yəni, indi baxdığım bağlanmadır. Amma vektorun son elementi bununla uyğun deyil. Yəni, mənim axtardığım bağlama növü deyil. Həqiqətən də, yəni, bundandır da, o deyil. O zaman neyinə? Nowhere, əks halda nowhere. Amma deyək ki, bu şərtlər durmadan ödənmirsə, ən sonunda da cout yes ver. Başa düşürük uşaqların nə baş verdiyini. Aydındır? Aydındır. Sonra bir dəqiqə, burada bir dənə if qaldı. If, ola bilər ki, məsələn, v.size'ımız 0 olmasın. 0'dırsa cavabı yes veririk. Yəni, ən sonu nə dedik bayaq? Hər şey siləndə 1-1. Vektor, yəni, belə stringimiz qutarmalıdır. Yox, qutarmadırsa da yenə siyah nol verəcəyik. Yəni, da bir iki test case olaraq run eləyə görək. Məsələn, bayaq əllə yazdığımız bu dediyi yes halıdır. Niyə? Çünki hər şey açılır və normal olaraq bir saniyə bağlanmalıydı. Niyə burada şey oldu ki? Açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır. Nəsə qat, nəsə gözümüzdən qaç. Başlanğıcdır mı? Aha. Artır SI-ni. Dedik ki, benimdə size 0'dırsa vektor götürmüşük. 0'dırsa no return 0. Bunu da belə yazaq. Char v.size minus 1 v.popback SI bağlanmadırsa və bundan fərqlidirsə nowhere. Nowhere. Hə, burada təzən şey qaldı. Tamam, burada bir dənə bu olmalıydı. Tamam. Simvol səhv yazmışam sadəcə. Okey. Aydındır uşaqlar, yes verdi. Məsələn, yəni bayaqkini yoxlayaq. Bu və bu. Məntiqən nə verəcək? No verəcək. Çünki deyəcək ki, uyğun gəlmir. No. Sonra, məsələn, ancaq açılma qoyaq. Ancaq açılma, məsələn, burada, no-nu burada yox. No-nu baxın, dirək elə v.size 0 deyil. Çünki bu durmadan vektoru əlavə eləyəcək. Baxın burada. v.pushback, v.pushback və deyəcək ki, v.size'ım sıfırlanmadı. Yəni, mən qutarmalıydım, amma qutarmadım. Hə, deməli, no-dur. Yəni, baxın, hətta bu no verəcək. İnanmırsınızsa, no d-hər verir. Baxın, yəni, bu
burada verir onu. Və yaxud da məsələn nə görmək istəyirik başqa? İlk ancaq açılmaq qoysaq, o zaman da baxın nonu burada verəcək. Deyəcək ki not r. O zaman da deyəcək ki belə də açmısan, amma heç şey yoxdur, yəni daha bağlayırsan, amma heç açılma yoxdur. Gördük? Yəni problemlərin harda olduğunu və nolları dəyişərək görə bilərsiniz. Aydındır? Başa düşürük. Bəli. Qəşəng. Bu el, deməli, nəyimiz qalıb bizim? 1, 2, 3. Buna baxdıq, indi M-ə baxmalıyıq. Aha, bu da maraqlı bir sual. Nə istəyir bizdən? Maraqlı sualdır. Deyir ki, yəni bu alqoritm əslində məşhur alqoritmdir. 2 ilə 4, bir-bir baxacaqsınız. 2, 4. Ulduz görən kimi demək istəyir ki, yəni baxın, bu 2 ilə 4-ün əvəzinə nə ilə? 2 ilə 4-ü vur, oraya yaz. Yəni 8 yaz. Sonra 8, 8 plusu gördünüz. Demək istəyir ki, nə ilə? Ged ora BD-də 8 ilə 8 topla, əvəzinə bir şey yaz. Bu da eləyəcək 16. Yəni cavabımız elədi 16. Sonra buna baxaq. Sonra 2, 4, 8 və baxın, plus gördüyünüz an mən ən son ikisinə baxıram. Bu üçün əvəzinə yazacağım nə? 4 + 8, 12. Sonra vurma gördüyüm anda ən son ikisinə baxacağım. Bu da nə eləyir? 24. Cavab 24. Yəni bu şəkildə bir növ kalkulator kimi davam eləyəcəm. 3, 2 vur olduğu üçün eləyəcək neçə? 6. 6, 11 minus olduğu üçün baxın 6-dan 11-i çıxırıq, eləyir -5. Başa düşürük, yəni proses necə baş verir? Amina, Aslan, Cavidçilər. Okey. Və uşaqlar, əslində suala qəliz baxmağın heç bir mənası, çətinliyi yoxdur. Yəni qəliz baxmayın. Yenə bir dənə vektor götürəcəyik. Baxın, gördüyümüz ədəddirsə, vektor atıracağıq və davam edəcəyik yolumuza. Heç nə olmamış kimi. 2-ni gördüm, ədəddir, at vektora. 4-ü gördüm, at vektora. 8-i gördüm, at vektora. 8, hə. Üstə gəlib gördüyüm an, yəni bir dənə simvol gördüm, yəni işarə, əməliyyat gördümsə, vektorun ən son 2 elementini götür, vektordan sil, üstə gələn onları cəmlə və əvəzinə nə varsa onu yaz. Yenə, operasiya gördüm, vektorun ən son elementini götür, onları sil, yerinə operasiya elə və yaz. Ən sonunda da elə bir də element qalacaq, garanti verilir. Neyinə? Çıxışa şey ver, həmin o elementi ver. Aydındır uşaqlar, nə eləməli olduğumuz. Yəni, sadə əslində operasiyadır. Gəlin olsun ilə kod olaraq bir dəfəlik öyrənək. Deməli, string qoyacaq. Niyə string? Çünki sayı bilmir neçə dənədir. Yəni, hər şey string olaraq alaq. Deyəcəyik ki, bir dənə vektor ll götürəcəyim o vektoru. Vektor ll və kod olaraq biraz baş ağrıdır, amma belə sadə kod olacaq. Biraz daha böyüdək ki, rahat görün. Okey. Birinci yoxlayırıq. S bərabərdirmi? Baxın, S string olduğu üçün bir dənə dırnaqla yox, 2 dənə dırnaqla yoxlayıram. Üstə gəldimi? Bedək. Else if S bərabərdirmi? 2 dənə dırnaqla çıxmaya. Else if burada yox. Else if S bərabərdirmi? Desəm vurma var, amma bölmə yoxdur. Bir saniyə əmin olum. 3 dənəsi var toplama. Yox, var imiş. Yox, bölmə də var. Elə bölmə də yazaq. Else if
S bərabərdir nə? Bölməyə. Okey, bunu başa düşdüyümüzə ümid edirəm. Və S. S isə deməli ədəddir, düzdür? O zaman neyinə? Elel T olsun məsələn. 100 i S, yəni ədədə çevir stringdən. Və v.pushback T-ni artır. Razıyıq mı buna? Burada qaranlıq nəsə varmı? Uşaqlar. Yoxdur. Yoxdur. Yəni ədəd gördümsə, ədədi vektora artır dedik. Yox, deyilsə, gəlin bir dənəsini yazaq, sonra hamısının içinə kopyalayıb yapışdırarıq. Mən nə etməliyəm? Vektorun ən son iki elementini götürməliyəm. Uşaqlar, bunun üçün nə edəcəm mən rahat yol? Elə x olsun. V.back, yəni şeydə yaza bilərik. Belə də yaza bilərik. V.size minus 1. Bu da olar. Qısaca back də yazma olar. V.back. Bilirik ki, .back ən son elementi qaytarır. Yəni, ən son nə pushback olubsa onu qaytarır. V.back gəlin V.back yazaq, daha rahat olsun. Back və V.pop back. Nə baş verəcək? Deyək ki, baxın, bunu bir yazaq. 2 artırdıq, 4-ü artırdıq, 8-i artırdıq. Sonra deyəcəm ki, x-a back-ı ver, 8-i ver. X oldu 8. Və pop back eləyəndə bu 8-i siləcək. Sonra deyəcəm, indi yenə y-ə 4-ü ver, back-ı ver və 4-ü sil. Pop back. Aydındır. Bu şəkildə belə yazanda artıq məsələn, yəni da bunu belə eləyək. Bunu kopyalayaq. Bir dənə də yapışdıraq. Bu zaman neyinə? Get y-i götür. Yəni artıq nə oldu? Vektorun son iki elementini götürdüm. Və v.pushback x plusa baxdığım üçün x plus y. Qarnında nəsə var uşaqlar bunda? Amina, Aslan, Cavid, Çınar. Başa düşürük? Başa düşmürük Çınar? Yox, başa düşürük. Amina, Aslan, Cavid. Okeydir. Aha. Tamam. Yəni, məntiqən üstə gəldi, üstə gəlmədiksə, çıxmada çıxma eləyəcəyik. Belə də, vurmada vurma eləyəcəyik. Vurma eləyəcəyik. Və bölmədə də, yəni, başa düşdüyümüz qədərlə bölmə eləyəcəyik. Və salam. Yəni, uyğun olaraq özcüyüz. Zaten kod bilirik ki, hər zaman düz işləyir. Gəlin eləyəcək, nə lazımdırsa, necə toplamaq, çıxmaq lazımdırsa, öz hesablayacaq. Birini qoyaq səcəran eləyək. Məsələn, 2, 4, 8, üstə gəl vurma. Neynəməlidir? Bizə 24 verməlidir. Görək verəcəkmi? Vermədi. Niyə? Çünki output eşinə vermirik. Dedik, onsuz hər dəfə vektorda bir də element qalır. Elə V0 verməyimiz belə bəs eləyir. O zaman neyinə? Elə vektoru çıxışa ver, 24-ü alaq. Qaynıq nəsə var uşaqlar? Okey, qəşəng. 1, 2, 3, 4, 5, 6, 7, 8 uydan istəyən sonumuz qalır. Görsən, hamısını çatdırmayacaq. Ensel, left button the cells. Bu sual yaza bilməməyinizi başa düşürəm, çünki test case'ləri heç qəşəng deyildi. 4 il əvvəl yazmışam bu sualı. Uşaqlığıma qayıtdım. Bunu qəşəng izah eləyərəm, izah eləməkdə problem, amma bu dərsi indi sığdıra bilməyəcəyik. Deməli uşaqlar, sizə nə tapşırıram? Yəni artıq yavaş-yavaş ev tapşırığı verim. O, P, Q, R. İşdən bunlara baxam. Okey, pen yaza bilərsiniz. Pen yazmaqda problem yoxdur.
Gün də yazarsınız. Reverse number yazarsınız. Belə də bu dərs M-ə qədər baxdıq. N biraz çətindir. M-i mən izah eləyərəm gələn dərs. N qalsın. O bir dənə qeyd eləyin ya da qrupa bir nəfər mümkünsə yazsın. Bir dənə əsas nəyə baxın, bu yazılmayanlar çətindirmi, yoxsa boş qoyduğunuz üçün yaza bilməmisiniz? Yox, asandır əslində. Bu da asandır. Bu da asan, bu çox asandır. So, O-dan V-yə baxdım mı mən? Discount, bu anamız asandır. Onsuz da bəzilərini evə vermişdim. O-dan V-yə qədər. 4 dənə, 8 dənə oldu da, düzdür? Aha. Ev tapşırığı kimi. Tamam. Aydındır. Deyim ki, buradan N qalır bir dənə. N-ə gələn dərs baxarıq. Bunlar da ki, bunların bəziləri çox asandır. Tez baxıb keçəcəyik gələn dərs. Tamam mı? Plus. Bir dənə burada şey var. İndi nəyə baxdıq? AC idi də. Mən o məsələn AD. AB, Mən AD idi. AD, hə. Bir də çalışın bunun kodunu yazın. Recordda da düşüb, düzdür? Yəni, əliniz öyrəşsin deyə indidən bunun kodunu yazın. Tamam. Yəni, kodu dərsdə zaten yazdıq. Yəni, recordda da düşüb. Yəni, çətinlik çəksəz açıb bir də baxa bilərsiniz. Amma çalışın yazın, tamam. Mən bir də söz demək Buyur, buyur. Siz rekordu WhatsApp qrupuna atırsınız? Yox. Yoxsa kodcacaq? Yox, gözlə. Rekordu indi şey... WhatsApp qrupumuzda yoxsan? Yoxsan. Mən azalsın o 2-5, o qrup. Aha, o qrupda. O qrupa atmıram. Yəni, niyə varsan, yoxsan deyə soruşuram. YouTube-a qoyuram. YouTube-a qoyandan sonra şeyə salıram. Playlistə salıram. Ayxan olsaydı sən qəşəng izah eləyərdi bu dəqiqə. Qrupumuzun, bax, qrupumuzun. Yəni, telefondan belə eləyə bilirsən də. Bura vuranda, bax, YouTube şeyin playlisti buradadır. Buna girəndə sənə atır bura. Və ən sonuncu, ən son qoyduğumuz dərs. Ən birinci dərsimiz buradadır, ən son dərsimiz də buradadır. Tamam? Aydındır? Qəşəng. Belə. Başqa sual var? Yəni, rekord